İran prezidenti Məsud Pezeşkiyan hücum etdiyi qonşu ölkələrdən üzr istəyib. Pezeşkiyan bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib. Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və incilikləri bir kənara qoyaq, qeyd edib. İran prezidenti bildirib ki, bölgə ölkələri ilə düşmənçilikləri yoxdur. Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. O, hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini bildirib. Donald Trump, İran prezidenti Məsud Pezeşkiyanın üzrünü şərh edərək bildirib ki, bərbad vəziyyətdə olan İran yaxın şərqdəki qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib. Donald Trump bu barədə Truth Social'da yazıb. İran qonşulara daha atəş açmayacağına söz verib. Bu söz yalnız Amerika Birləşmiş Ştatları və İsrailin amansız hücumu sayəsində verildi. Onlar yaxın şərqi ələ keçirmək və orada hökmranlıq etmək istəyirdilər. Bu 1000 illər ərzində İranın ilk dəfə ətraf yaxın şərq ölkələrinə məğlub olmasıdır.